Mahirə yaxşı qız deyil. Onun məqsədi məndən qisas almaqdır. Çünki onu sən narkoman eləmsən, elədir? Onu evimə gətirməyə bilməzdim. Camaat nə deyərdi? Desinlər ki, oğlunun bədbəxt elədiyi qızı küçəyə buraxıb, bunların hamısına günahkar sənsən. Deyirsən, ayıb olmasa? Əlbəttə olmaz. Burada nə var ki? O da tək oğlandır. Bəlkə də indi səni gözləyir. Qorxma, sən dur get. Atan ya qardaşın soruşsa deyərəm ki, qız gilə kitab almağa getmirsən. Dur get. Siz hələ də danışanda mənim üzümə baxmırsınız. O tərəfə, bu tərəfə baxırsınız. Deməli, bunun bir səbəbi var imiş. Nədir ki səbəbi? Məlum oldu ki, siz kimin üçünsə darıxırsınız. Olmaya vurulmuşam. Yox. Afina Arzu da bir vaxtlar sənin kimi müəlliminə inanırdı. Atası qədər sevirdi onu. Axırı nə oldu? Ata bildiyimiz o adam bizə qıydı. Yetimliyimizdən istifadə edib Arzunun namusuna sataşdı. Halbuki biz xəyallar qurmuşduq. Xoşbəxt olacağımıza inanırdıq. Mən Arzuya onun qisasını alacağıma söz vermişəm. Amma bunu eləyə bilmədim, qorxdum. Arzunun qisasını ala bilmədim.
Afina, sən burada nə işin var? Axşamınız xeyir. Axşamlıq. Mən gəldim sizə deyim ki, mən sizdən inciməmişəm. Gəl içəri. Yaxşı uşaqlar, mən gedirəm işə. Mahirə, qızım bir yerə gedəcəksənsə sən aparım. Yox, mən Afina ilə evdə qalaram. Yox, mənlə gedəcəksən. Evdə qalıb nə edəcəksən? Sən hara gedirsən ki? Maşallah 2 gündür səhər tezdən durursan, nə xəbərdir? Dünən demişdim ki, ofisə gedim. İşlərim var idi, yarımçıq qaldı. Gedim onları başa çatdırım. Nə işdir elə? Bəzi yerlər var, orada yiyəcəm. Sonra da ofisdə olacam. Mən klinikaya gedəcəm. Sən də ofisə gedib mühasibə taşlıqları verərsən. Sonra öz işi dalıca gedərsən. Yaxşı. Mahirə də məndən gedəcək, hə? Etirazım yoxdur. Amma dediyim kimi, maşınsız gedəcəksən. Hə, hardasınız? Gəlin, gözləyirəm. Dəyişibdir daha insanda olan nurlu baxışlar, dəyişibdir anacan. Dəyişib incə naxışlar, dəyişibdir anlayışlar, dəyişib yağan yağışlar ki yağırdı 10 il əvvəl daha yağmır anacan. Hanı o vəfalı yarlar, daha yoxdur o qatarlar, nə də ardınca baxanlar. Yəni göylər də bilir dəyişmişik, daha göylər də çağırmır anacan. Hər gecə baxıram pəncərədən, səni hər tərəfdə tapıram oğlum, səni təbiətdən, günəşdən, aydan, hətta bu dünyadan soruram oğlum. Çox sağ ol. Gülə-gülə xanım, görüşərik.
Salam, necəsən? Salam. Bayaqdan telefonda zəng vururam, götürmürsən. Telefon yadımdan çıxıb evdə qalıb. Nəyinizə çox gözlətdirdin. Yox, biraz. Gəl, gedək. Mən də bayaqdan əminəm. Anam neynir, necədir? Yaxşıdır Allah'a şükür, pis deyil. Müalicədən sonra təzyiq normallaşıb. Hə, yaxşıdır. Bəs indi ona kim qulluq edir? Sən narahat olma. Ayağa durub yavaş-yavaş da hərəkət eləyib. Sadəcə səndən nigarandır bu qaç. Niyə? Qorxur ki, yenə hövsələsizlik eləyib bir hoqqa çıxararsan. Sən tanıyır da. Yox, mən hövsələsiz deyiləm, amma bu həyatın qəddarlığına dözə bilmirəm. Gözümü açandan elə qəddarlıq görmüşəm. Ona görə indi bir şey başa düşmüşəm ki, əzilməmək üçün əzmək lazım. Başlama yenə filosofluğa, qəddarlıq. Nə xoş sözlər danışmaqdansa, neçə gündür görüşmürük. Xoş sözlər demə mənə. Başlamısan yenə deyinməyə. Neyini tək qalmışam, öz-özümə danışıram da. Eybi yox. Sənin hər bir nəfsüslə məşğul olaram. Sən nəzarətsiz qoymaq olmaz. Yoxsa qırtlarını oynayaq. Ruslan biraz yavaş, biz hələ yaşamaq istəyirik. Nə inirsən? Qorxma, qorxan gözə çöp düşər. Sən heç məndən soruşmursan ki, o şəkilləri səndən niyə istədin? Doğrudan oldu ki, o şəkilləri neyinirdi? Gətirmişəm. Dünənləri məktəbdə bir dənə qız gördüm. Arzuya oxşuyur. Adı Afinada 11-də oxuyur. Deyirsən torbada pişik var. Boynuna qıza aşıq olmuşsan. Yox, aşıq olmamışam. Düzdür, o Arzunun yerinə verə bilməz. Çünki Arzu yuxu kimi gəldi, yuxu kimi də gəldi. Gözlərindən oxuyuram, sən qıza aşıq olmuşsan, xoşun gəlir qıza. Yaxşı da, sanki oldu laf adam doğulmaq var. Deməyim ki, bax indi evlən. Biraz yaxından tanış olun, o vaxta qədər o da böyüyər də. Gör nə deyirəm? Sən məni burada gözlə, mən bir dənə yolu keçim, mağazinə deyim, gəlirəm. Bir şey istəyirsən? Yox, ac deyirəm. Xurma alarsan, çayını içərim. Qoy mən də səni. Yox, gözlə, gələ bunu istəyirəm. Mən gəlirəm, yaxşı? Bəli, sağ olun, Sən Allah Ruska, yavaş sür. Bizi zibilə salma. Biz onsuz da zibilin içindəyik. Sən bizim evə soxulandan zibilimiz daha da artıb. Az qatıqla, yola bax. Posumba eləyərsən hamımızı. Sakit ol. Sakitəm. O zəhərmar məni quzu balası eləyir. Bir dənə də doldur çəkək. Zəhmət olmasa bir dənə səska verərdiniz. Sonra bir dənə yağ verin. Bundan olsun bu birisi. Yox, bu birisindən olsun. Bundan. Bir dənə sigaret verin bax bundan. Bir də xurma zəhmət olmasın. Dörd manat olsun qəpik. 4 manat olsun qəpik. Bu yağı qoyun yedin. Qardaş, bunlar lazım olmadı ya. Bağışlayın. Bunlar
ateşləsin. Çox sağ ol. Ruslan, neynədin sən? Ruslan, neynədin sən? Qaç! Maşın onsuz da mənim adıma. Get